Çempionlar Liqasında bir gecədə 2 möhtəşəm duel. PSG Bavariya, Liverpool isə Real Madridə qarşı. Çox da dərinə girmədən biz hər iki oyunun analitik trendlərini göstərməyə çalışacağıq. Odur ki, kanalımıza abunə olun, biz isə başlayaq. Bavariya München bu mövsüm hər dəfə öz haqqında danışılanda hansısa bir rekordu qırır. Bu dəfə əlbəttə ki, biz bu verilişi yazanda Bavariya hələ ki Bayer Leverkusenlə maçça çıxmayıb, amma nəzərə alsaq ki, Bavariya Bayer Leverkusenlə evində oynayır və ümumiyyətlə komandanın formasını düşünsək, ardınca da düşünsək ki, Bayer Leverkusen məşqçisi daha Xabi Alonso deyil. Əlbəttə ki, mənim fikrimcə Bavariyanın o rekordlar seriyası davam edəcək. Hansı rekorddan söhbət gedir? Əlbəttə ki, Milanın 1992-93-cü ildə mövsümün əvvəlində bütün turnirlərdə qazandığı 13 qələbəni deyirəm. Bavariya 14 qələbə qazanmaqla bu rekordu qırdı və çox güman ki, Leverkusenlə 15 eləyəcək. Ona görə də ən böyük suallardan biri odur ki, PSG ilə bu 16 ola bilərmi? Çünki yaxın gələcəkdə Bavariyanın qarşısına çıxa biləcək yeganə ciddi komanda məhz PSG-dir. Gəlin başa düşməyə çalışaq ki, ümumiyyətlə bu maç hansı aspektlərdən maraqlı olacaq? Əlbəttə ki, Bavariya üçün və Bavariya azarkeşləri üçün PSG maçı olduqca prinsipaldır. Çünki klublararası dünya çempionatı 4-1 finalında Jamal Musiala'nın ayağını məhz PSG-nin qapısını Donnarumma sındırıb. Donnarumma hazırda PSG-də olmasa da yenə də PSG qan hədəfidir. Digər tərəfdən əlbəttə ki, həmin oyun belə bizə göstərdi ki, Kompani necə komandasını hazırlayır və nə qədər əslində Bavariya PSG-ni məğlub etməyə yaxın idi. İstənilən başqa bir gün Bavariya PSG-ni bəlkə də məğlub edərdi və bunda hər hansı bir sensasiya gözlənilməz bir fakt olmazdı. Bu dəfə bizim fikrimizcə Bavariyanın çox yaxşı şansı var ki, həmin o son illərdəki uğursuzluqların PSG-yə qarşı qisasını alsın. Bunun əsas səbəblərindən biri əlbəttə ki, bəlkə ilki də PSG-də olan zədəlilər epidemiyasıdır. Xatırladaq ki, komandanın kapitanı Marquinhos hələ də zədəlidir. Onu əvəz edən İlyas Abarna isə ötən maçda qırmızı kart aldığına görə bu oyun forma geyməyəcək. O deməkdir ki, PSG müdafiə xəttində artıq bir qədər axsayır. O biri tərəfdən Donnarummanın yerinə alınmış Chevalier hələ də o qədər inamlı deyil. Adam uğursuz və inamsız oyununa görə çox tənqid olunur. Hətta bunu bir dəfə Chevalier kimsə hansısa qəzet, yanılmıramsa Fransanın Ekip qəzeti idi, Ağdərili Onana demişdi. Yəni hər halda başa düşürsünüz söhbət nədən gedir. Lakin daha ciddi itkilər PSG-nin hücum xəttindədir. Bir tərəfdən Desire Doué öz zədəsini daha da kəskinləşdirib. Buna zədənin retsidivi deyirlər və nəticədə o bir neçə həftəni meydandan kənarda qalacaq. Bavariya oyunda oynamır və əlbəttə ki, əsas itkilərdən biri meydanın ortasında Fabian Ruizin çox güman ki, olmamasıdır. Əgər bu gözləntilərin hamısı başlarsa və bu 4 futbolçunun heç biri meydana çıxmazsa, mənim fikrimcə bu Bavariyanı PSG üzərində biraz da olsa favorit edir. Xatırladaq ki, klublararası dünya çempionatında Bavariya bir növ cinah müdafiəçilərini də intensiv şəkildə ortaya salmaqla, yarımcinaqlara salmaqla PSG-ni ortada, meydanın ortasında məğlub edə bildi. Həmin oyunda sadəcə olaraq Bavariya biticilik çatmadı. Amma bu dəfə Bavariyada Harry Kane öz həyatının ən möhtəşəm formasındadır. Ona görə həmin o problem bir növ həm də bu alət vasitəsilə həll olunur. Eyni zamanda nəzərə alaq ki, PSG-nin yarım müdafiəsi nə qədər sevsək də Vitinha dayaq müdafiəçisi deyil və əgər Vitinha dayaq müdafiəsi də olsa və Bavariya onu yenə də personal man markinglə hədəfləsə, buradan hansısa bir nəticə əmələ gələ bilər. PSG-nin Luis Enrique'nin rəhbərliyi altında cinah müdafiəçilərini hücumun build-up'ında iştirakı nədən ibarətdir? Yəni bizim hamımız bilirik ki, Əşrəf Hakimi ən çox yuxarı gedir. Bir növ Nuno Mendes mərkəz müdafiəçiləri ilə ikili və ya üçlü yaradaraq komandanın rəqibi aşağı bloka zorlamasını gözləyir və o bu baş verdiyi halda Nuno Mendes də hücuma ikinci dalğadan qoşulur. Bu anlamda isə bu maçda xatırlayırsınızsa hələ klublararası dünya çempionatında birinci hissədə Bavariya çox yaxşı bu elementi nəzərə alaraq sürətli əks hücumla Hakiminin cinahını eksploatasiya etməyə çalışırdı. İkinci hissədə həmin oyunda Hakimi bir qədər geridə qalmağa başladı. Bu bir qədər kömək eləsə də yenə də demək olmaz ki, bu priyomdan Bavariya bu dəfə də istifadə etməyəcək. İkinci tərəfdən əlbəttə ki, Olise ilə Nuno Mendesin dueli bir tərəfdən individual səviyyədə əlbəttə ki, Olise'nin xeyrinə görülmür. Bu Mendes çox möhtəşəm formadadır. İstənilən futbolçuya qarşı adətən birə-bir duellərdən qalib ayrılır. Amma nəzərə alsaq ki, PSG-də müdafiə sistemini təşkil edən, yəni müdafiəçilərə rəhbərlik edən Marquinhos'un olmaması bir növ Paçonu tək qoyur. Paço Marquinhos'la tandemdə ondan daha təcrübəli, daha ağıllı müdafiəçi olduğuna görə
yaxşı işləyir, effektiv şəkildə ikinci mərkəz müdafiəçisi olur, amma tək olduqda müdafiəyə rəhbərlik etmək məcburiyyətində qalanda bu onun bir qədər, hətta nəzərə alsaq ki, orada Harry Kane və Gnabry var, ola bilər. 10 nömrə mövqeyində başını ağrıda bilər. Mənim fikrimcə Bavariyanın əl atmayacağı eksperimentlərdən biri və bu yeganə eksperiment ola bilər ki, komandanı bir qədər zəiflədər. Son maçlarda gördüyünüz kimi Harry Kane bəzən Nicholas Jackson'ın arxasında 10 nömrə kimi oynayır. Əslində ikinci 9 nömrəyə hücumun ikinci fazasında qoşulur. Amma bu əlbəttə ki, öz effektini hələ ki vermir. Mən inanmıram ki, kompaniya belə bir vacib oyunda, belə bir riskli bir hərəkət etsin. Çünki əgər bu A planı olarsa, o zaman hardasa 60 dəqiqə bu formasiyayla oynayacaq. Digər tərəfdən nəzərə alsaq ki, Gnabry personal, şəxsi olaraq man markingdə hücumun ən azı birinci fazasında Vitinha ilə oynayacaq və bu Gnabry'ni daha çox bir növ ideal 10 nömrə edir. O biri faktor ondan ibarətdir ki, əlbəttə ki, Bavariyada yeni zədəli yoxdur. Bavariyanın zədəliləri Alfonso Davieslə əsas olaraq Musiala'nın olmaması əvvəldən, mövsümün əvvəlindən bəlli olan bir faktdır. Hər ikisini yanvara komanda gözləyir. Ona görə də bu maç olduqca belə şəxsi duellər və şəxsi prinsipallıq baxımından çox maraqlı olacaq. Sonda belə bir şəxsi müşahidəmi bölüşün və sizin də fikrinizi bilmək istəyirəm. Baxın, PSG ilə Bavariya hardasa iki analoji komandadır. Hər ikisi öz ölkəsində yeganə bir komandalıq ölkənin bir növ klublarıdır. Yəni Bavariya ciddi şəkildə Almaniyada, PSG isə Liga 1-də Fransada rəqib yoxdur, rəqib olmayacaq və Bavariya bir növ bütün gücünü mövsümün əvvəlində sərgiləyir. Yəni fiziki cəhətdən komanda fizikasının pikində indidir. Xatırlayırsınız, Liverpoolda da analoji situasiya Slotun birinci mövsümdə, ötən mövsümdə var idi. Yanvara qədər Liverpool Avropanın bir mənalı şəkildə yaxşı komandası idi. Amma nə baş verir? Mən nəyə görə deyirəm ki, fikirləşirəm ki, bu hər halda spekulyasiya bir ehtimaldır. PSG hazırda heyəti ciddi şəkildə rotasiya edir və bu rotasiyanın sayəsində bir növ nəticələr bəzən qeyri-sabit olur. Bəzən buna səbəb Marquinhos'un zədəsi və Chevalier'in də qeyri-sabit formada olmasıdır. Bilmirlər, bəlkə yenə dediyim kimi Chevalier eksperiment kimi uğursuz olacaq PSG-də günün sonunda. Amma PSG bir növ özünü bu mövsümün əvvəlində yavaş-yavaş mövsümə daxil olur. Onsa başa düşür ki, Çempionlar Liqasında çox güman ki, top 8-likdə liqa fazasını başa vuracaq və yanvardan sonra PSG sürətini artıracaq. Bu oyunda bu əlbəttə ki, PSG heç bir şəkildə qısa müddətli kəsikdə kömək eləmir, amma Bavariya elə bil yenə də ötən Liverpoolun ssenarisini təkrar etmiş kimi görünür. Yəni heç bir komanda biz görməmişik ki, ümumiyyətlə bugünkü futbolda hansında ki, top komanda mövsüm ərzində 55 oyun oynayır, startdan finişə qədər pik formada qala bilir. Əslində komandaların oyun fəlsəfəsi odur ki, mövsümün əvvəli pikdə olur, sonra biraz düşüş olur, qışa yaxın, sonra yaza yaxın yavaş-yavaş qalxış gedir və martdan bu yana hardakı Çempionlar Liqası 8-də 1, 4-də 1 mərhələsi başlayır. Onda komanda öz pikinə qalxır və o piki sayəsində Çempionlar Liqası deməzdim, bütün qatıldığı turnirlərdə uğur qazanmaq şansını maksimallaşdırır. Bavariyada isə belə fiziki yüklənmə ona gətirib çıxara bilər ki, komandada əsas fiqurlarda zədə baş verə bilər. Əgər bu baş verərsə, Bavariya buna necə reaksiya verəcək? Yəni mənim ehtiyatım Bavariya ilə uzun müddətli bir növ kəsikdə, zaman kəsiyində məhz budur ki, komanda 4-də 1 yarım finalda şərti PSG ilə qarşılaşıb bu dəfə məğlub ola biləcək. Amma yenə də bu oyunda əlbəttə ki, həm PSG-nin zədələri, həm də Bavariyanın formasını nəzərə alsaq, Bavariya çox böyük favoritdir ki, qələbələr seriyasını davam etdirsin. Siz nə fikirləşirsiniz? Bu oyun ümumiyyətlə necə nəticələnəcək və ən əsası Bavariya öz formasını saxlaya biləcəkmi mövsümün ikinci yarısına? İkinci maç çox maraqlı bir oyundur. Bu Liverpool ilə Real Madrid maçıdır. Bu dəfə əks bir növ güzgü effektidir. Çünki xatırlayırsınızsa ötən mövsümdə Liverpool ilə Real Madrid Çempionlar Liqasının liqa fazasında qarşılaşmışdılar. O zaman Real Madrid krizisə girməkdə olan komanda idi. Bu kriz hələ gizli idi. Çünki Real Madrid Çempionlar Liqasında yenicə oyunlar uduzmağa başlamışdı. Xatırladaq ki, ötən ilin əvvəlinə mövsümə qədər Real Madrid ondan əvvəlki 2 mövsümdə bir dəfə sadəcə uduzmuşdu. O da Manchester City 4-0 hesabı ilə bu öz-özlüyündə 2 mövsümdə yarımfinal və çempion olmuş komanda üçün fantastik bir nəticə idi. Amma həmin mövsümdə isə Slotun komandası Kloppdan sonra onun xələfi olaraq möhtəşəm iş görürdü və o zaman hələ ki, hər kəs sual verirdi ki, bu nə vaxta qədər davam edəcək. Gördük ki, bu belə bir növ böyük ölçüdə yanvarın sonuna qədər Liverpoolu ən yaxşı komanda statusunda daşıdı və həmin elə ərəfədə Liverpool rəqiblərinin də problemlərini nəzərə alaraq İngiltərə Premyer Liqasında öz bütün problemlərini həll etdi və çempionluğu təmin etməyi bacardı. Bu dəfə hər şey əksinədir. Liverpool əlbəttə ki,
çox vacib oyununa bu maçdan öncə çıxacaq. Yəni həmin oyuna biz bazar günüdür. Biz isə ondan bir gün əvvəl verilişi çəkdiyimizə görə Aston Villa ilə oyunun necə bitəcəyindən xəbərimiz yoxdur. Amma bu çox fundamental bir oyundur. Mən niyəsini istəyəndə qısa şəkildə izah edim. Liverpool son 7 maçın 6-sında məğlub olub. O məğlubiyyətlərdən sonuncusu çox belə simasız şəkildə öz evində Liqa kubokunda ikinci heyəti buraxmaqla Crystal Palace-dan oldu. Crystal Palace əgər Real Madrid ötən mövsümə qədər Liverpoolun Çempionlar Liqasındakı qənimi idisə, Crystal Palace da İngiltərə futbolunda Liverpoolun ən qara rəqiblərindən biridir. Bir növ Liverpooldan daima xal alan bir komandadır. Həmin Crystal Palace çox güclü komandadır bu mövsüm Oliver Glasner'in rəhbərliyi altında və həmin oyunda misal üçün Arsenaldan fərqli olaraq Liverpoolun ehtiyat oyunçular skamyasında da belə əsas heyət oyunçuları yox idi ki, oyunu sonradan gücləndirsin. Məsələn, Arsenal Brightonla oynadı və həmin maçda bütün Arsenalın elitası ehtiyatda idi ki, oyuna sonradan daxil olub maçın taleyini həll etsinlər və elə də oldu. Liverpoolda isə bu baş vermədi və oyundan sonra Slot bunu belə izah elədi ki, bəs o heyəti Aston Villa ilə, sonra isə Real Madrid ilə oyuna qorumalıdır. Əgər Liverpool Aston Villanı məğlub edə bilməzsə, bu Liverpoolun üzərində və şəxsən Slotun üzərində olan təzyiqi bir qədər də gücləndirəcək. Və bu da ona imkan verəcək ki, Real Madrid ötən mövsümki məğlubiyyətin əvəzini bu dəfə çıxsın. Və ona görə bu çox vacib oyundur Aston Villa ilə Liverpoolun oynayacağı oyun. Biz ehtimal edirik ki, həmin maçda Slotun ən top heyəti buraxmaqdan başqa bir variantı yoxdur. Real Madriddə isə ssenari əksinə olacaq. Real Madrid Valencia ilə qarşılaşacaq. Valencia ötən mövsüm ümumiyyətlə Real Madridi Santiago Bernabéu'da məğlub etmiş son klubdur. Amma Real Madrid bu maçda bir qədər rotasiyaya da əl atacaq. Çünki çempionatda yenicə El Clasico'da qalib gəlib. Komanda 4 xal fərqi ilə öndədir və Valencia'da hardasa liqada qalmaq üçün mübarizə aparan bir komandadır. Odur ki, dincəlmiş, istirahət etmiş, yaxşı hazırlaşmış Reala qarşı yorğun, qeyri-funksional, problemli bir Liverpool var. Gəlin, mən Liverpoolun sadəcə olaraq bir xəttinin timsalında göstərməyə çalışım ki, Liverpoolun problemləri Real Madridlə harda yarana bilər və ümumiyyətlə Liverpoolun problemləri hardadır. Baxın bu ikinci screenshotda. Burada əslində Liverpoolun müdafiə xəttinin nə qədər qeyri-nizam-intizamlı, yəni qeyri-sistematik olduğunu göstərir və komandalar artıq Liverpoolun ötən mövsüm ona uğur gətirən 4-2-4 sxemi ilə müdafiə olunmasını çözüblər və rahat şəkildə o ikiliyə təzyiq eləməklə müxtəlif şəkildə, müxtəlif formatda Liverpoolu eksploatasiya edirlər və çox rahat şəkildə Liverpoolu müdafiəsinə keçərək Liverpoolun cərimə meydançası həndəvərində təhlükəli epizodlar və qollar yaradırlar. Slot öz eksperimentlərini müdafiədə davam elətdirir, xüsusilə topsuz. Bəzi oyunlarda 4-2-4 taktikasına əl atır, amma görəndə ki, bu işləmir. Məsələn, Newcastle oyununda 5-3-2 yoxlanılırdı, uğursuz şəkildə. Chelsea ilə oyunda 4-4-2 formasiyasından topsuz əlbəttə söhbət gedir, yoxlanılırdı və bu formasiyada o qədər də uğurlu olmadı. Liverpool bir növ ruh axtarışındadır. Komanda ən böyük problemlərindən biri ondan ibarətdir ki, müdafiədə build-up'ı başlayanda Liverpool adətən üçlü oyunçu ilə başlayır. Problem nədən ibarətdir? Əlbəttə ki, problem ilk öncə sol cinah müdafiəçisi olan Kerkezdən başlayır. Əslində problem ondan deyil, problem Slotun istifadə etmədiyindəndir. Çünki adətən Liverpool öz build-up'ında iki mərkəz müdafiəçisi olan Virgil van Dijk ilə İbrahim Konate'yə üçüncü oyuncu qoşulur. Çünki Slotun ana fəlsəfəsi ondan ibarətdir ki, müdafiə olunanda və ya build-up'ı başlayanda müdafiədə sənin daima rəqib üzərində üstünlüyün, say üstünlüyün olmalıdır. Fərq yoxdur rəqibin ustalıq səviyyəsi və ya sənin səviyyən. Amma Miloš Kerkez bu mövqedə dəfələrlə hədəf seçilib və uğurlu şəkildə eksploatasiya olunub. Bunun da səbəbi nədən ibarətdir? Çünki Miloš Kerkez hücumun birinci, build-up'ın birinci və ya ikinci fazasında çox ortabab bir futbolçudur. Miloš Kerkezin ən böyük unikallığı hücuma qoşulmasıdır. Yəni bir növ Əşrəf Hakimi kimi PSG-də olduğu kimi Miloš Kerkez build-up'ın hücum fazasında topla təmin olunmalıdır ki, kəskin ötürmələr etsin və ya sürətli o third man run, üçüncü adamın, üçüncü oyunçunun qaçışını həyata keçirərək rəqib müdafiəsini xaosa gətirsin. Slotun rəhbərliyi altında Slot ya onu üçlünün solunda istifadə edir, topla Liverpool oyun başlayanda və ya ikilinin 3-2-5 götürsək, o ikilinin solunda istifadə edir. Hər iki halda personal pressingə Miloš Kerkez dözə bilmir və əslində çox səhvlərə yol verir və Miloš həmişə Bournemouthda da belə oyunçu olub. Yəni Andoni Iraol'un rəhbərliyi altında onu çiçəklənməyin əsas səbəbi məhz onun hücumuna qoşulması və onun hücumda verdiyi qatqıdır. Əslində iki maç var ki, bizə Real Madrid və Liverpool haqqında çox ciddi məlumat verir və Xabi Alonso nə edə bilər ki, Liverpoolu sancısın effektiv şəkildə. Bunlar Manchester United, Liverpool və Real Madrid Barcelona oyunudur. Hər iki oyun bir komandanın üstünlüyü, o biri komandanın isə çatışmazlıqlarını çılpaqlığı ilə üzə vurdu. Bu metodlardan bir neçəsi var. Birinci, əsas ikisi haqqında mən indi danışmaq istəyirəm və maç ərzində siz oyuna baxacağınız təqdirdə onların ikisinə baxın. Birinci olaraq ondan ibarətdir ki, Real Madrid
mid blokda, yəni orta blokda oturaraq Liverpoolun onun üzərinə gəlməyini gözləyə bilər və sürətli hücumlarla Liverpoolun o 4-2-si olacağı təqdirdə həmin o 4-2-sini cəzalandırmağa çalışa bilər. Gəlin bunu nümunənin dili ilə görməyə çalışaq. Manchester United, Ruben Amorim bunun fərqindədir ki, Slotun ən sevdiyi topsuz pressing taktikası 4-2-4-dür. Baxmayaraq ki, bu dəfələrdən dəyişir bu mövsüm və əsas məqsəd o 4 ilə 2-ni yarmaqdır. Bunu da necə edir? Bunu da second ball'lar, yəni ikinci topların vasitəsilə edir. Və niyə görə Real Madrid analogiya işləyir? Çünki Real Madriddə də Taran tipli, əgər Gonçalo Garcia nəzərə alaq ki, Jokerdir, əsas heyətində Taran tipli hücumçu yoxdur. Madrid bir qədər vertikal oynamaqla Liverpoolun bu müdafiə dörtlüyünü hədəf ala bilər. Baxın, bu epizodda gördüyümüz kimi birinci top atılır. Əlbəttə ki, Mbeumo ilə dueldə Virgil van Dijk'dir. Onların boyu çox fərqlidir. Yəni əslində belə baxdıqda bu məntiqi absurd səslənir ki, niyə görə Mbeumo'ya top atılır? Amma əsas məqsəd Manchester United'in ikinci dalğasının o birinci topu second ball deyirlər buna. Yəni başla top, fərq yoxdur, Liverpool müdafiəsi tərəfindən udulur və top udulub. Baxın, meydanın bu zonasında, gördüyümüz o zonada meydana atıldığı təqdirdə orada Manchester'ın 4 oyuncusu birdən-birə bu topu gözləyir və baxsaq ki, bu 4 oyuncu ən texnikalı futbolçulardır. Bunların içində Bruno Fernandes və Amad var. Realla analogiya edərək bu Arda Güler sağdan, Jude Bellingham əgər ortada qalarsa, Jude Bellingham və Vinicius ola bilər. Əslində Manchester United'in formulasını Xabi Alonso özünə adaptasiya edib çox rahat şəkildə edə bilir. Nəticədə nə baş verir burada? Nəticədə məcbur olaraq Liverpoolun o ikilisi var, hansı ki dörtlüyünü sığortalayır. O da müdafiəyə kömək eləmək məcburiyyətində qalır. Və bu baş verdiyi halda əlbəttə ki Liverpool bir növ altılıqla xaotik şəkildə müdafiə olunur. Biz bunu verilişlərimizdə dəfələrlə demişik ki, əsas məqsəd ikili səddir. Yəni ikili sədd olmadığı təqdirdə 8 nəfər düz bir xəttdə bunun heç bir effektivliyi olmayacaq. Oyunçular bir-birinə mane olacaqlar. Başqa bir epizodda Manchester Uniteddə yenə də analoji silahdan istifadə olunur. Burada daha başqa bir silah, yenə də biz indi danışırıq bunu, amma birdən Andy Robertson Miloš Kerkesin yerinə oynasa, Robertson nə qədər formada olmasa da, nə qədər oyunçu kimi geriləsə də, yenə də hələ də o qədər bərbad durumda deyil. Ona görə də Robertson olduğu təqdirdə bu problem bir qədər həll olunacaq. Amma bu hücumda həll olunur. Müdafiədə Liverpoolun ən böyük problemlərindən biri sol cinah müdafiəçisi Kerkes, xüsusilə bir qədər qismən Robertson və sol cinah mərkəz müdafiəçisi olan Virgil van Dijk'in arasında olan məsafədir. Və Uniteddə, Chelsea'da bunu sistematik şəkildə istismar ediblər. Əminəm ki, Xabi Alonso da rəqiblərinə xüsusi adaptasiya olmağı sevən bir məşqçi kimi bu zonadan istifadə etməyə çalışacaq. Və bu zonada əslində Arda Güler parlaya bilər. Çünki Arda Güler öz standartlarına görə aşağı səviyyəli oyun oynadı Barselonaya qarşı. Bunun əlbəttə ki, bir səbəbi odur ki, Barselona topa çox sahib idi. Digər səbəbi, amma ən əsas səbəbi mənim fikrimcə ondan ibarət idi ki, Ardanı Alonso həmin maçda sağ cinahı Bellinghamə verərək Ardanı bir qədər sol yarım cinahda oynadırdı. O da Ardanın komfortlu olmadığı bir ssenaridir. Real Madrid isə digər tərəfdən Barselona ilə, məsələn, burada gördüyümüz kimi Barselonanın ən böyük güclü tərəfi olan orta sahəsidir, hansı ki rotasiya ilə hücum edir. Baxın, man markinglə orta sahəsini neytrallaşdırdı. Müdafiə fazasında Barselonaya qarşı 5-ə 4 oynayırdı, yəni daha bir oyuncu artıq oynayırdı Real Madriddə müdafiədəki, yenə də rəqib üzərində say üstünlüyə malik olsun və əlbəttə ki, bu maç Trent Arnold-Alexander'ın da Anfielddə qayıdışı, amma düşmən şəklində, çünki qeyri-Liverpool futbolçusu kimi ola bilər. Əmin deyiləm ki, Trent əsas heyətdə çıxacaq, bəlkə də Trent ehtiyatda qalacaq, Fede Valverde sağ müdafiəçi funksiyasını yerinə yetirəcək. Nəzərə alaq ki, həmin cinahda Liverpoolda Wirtz var, hansı ki formada deyil. Ona görə Fede Valverde'nin də kifayət qədər oyun intellekti var ki, o funksiyasının öhdəsinə, vəzifənin öhdəsindən gəlsin. Bir də Fede Valverde'nin müdafiədə oynamasının ən böyük üstünlüklərindən biri ondan ibarətdir ki, Alonso üçün şəxsən bir məşqçi kimi bütün elitar yarım müdafiəçiləri Realın, bunların arasında xüsusilə mən vurğulamaq istəyirəm, əlbəttə ki, dağıdıcı funksiyanı yerinə yetirən Tchouaméni, sonra Valverde, bəzən Kamavinga, əlbəttə ki, əsasən də Jude Bellingham və Arda Güler, onların hamısı eyni zamanda meydanda olacaq və bunun üçün də əlbəttə ki, ya üçlü müdafiə oynamalıdır, ya da ki, müdafiənin dördlüyünün sağında
Valverde oynamalıdır. Biz zədə olmadığı təqdirdə orada əslində Valverdeni gözləyirik. Amma burada əlbəttə ki, Cody Gakpo da oynaya bilər. Gakpo dediyim kimi topu irəli daşımaqda o qədər effektiv deyil. Gakpo'nun ən böyük üstünlüklərindən biri əlbəttə ki, cərimə meydançasına girib bitiricilik eləməkdir. Çünki PSV Eindhoven-də Gakpo adətən ikinci hücumçu və ya əsas mərkəzi hücumçu funksiyasını yerinə yetirirdi və Liverpoolda da ötən mövsüm bu vəzifənin öhdəsindən effektiv şəkildə gəlirdi. Ötən mövsümdəki bu Liverpoolun vurduğu ikinci qolu Madriddə xatırlamaq kifayətdir. Orada klassik ssenari necə idi ki, Liverpool öz sağında sistemli mövqe hücumu qurur. Nəticədə Realın bütün gücünü o cinaha yönəldir və soldan gəlib cərimə meydançasına girən, iki mərkəz müdafiəçinin arasında girən Gakpo başla qol vurur. Bu Gakpo'nun ideal ssenarisidir. Digər tərəfdən əlbəttə ki, Carreras'la potensial Muhammed Salahın dueli çox maraqlıdır. Biz artıq dəfələrlə bunu demişik ki, Muhammed Salah müdafiəyə geri gəlmədiyindən rəqiblər bundan kifayət qədər istismar edir. Biz Qarabağ-Chelsea analizində göstərmişdik ki, necə Cucurellanı Enzo Maresca effektiv şəkildə istifadə edirdi. İstisna etmirəm ki, analoji şəkildə Carreras hücuma daha normadan aktiv qoşularaq Real Madrid üçün qol epizodları yaradacaq. Çünki burada Valverde'nin Gakpo olacağı təqdirdə müdafiədə qalmağı daha ağlabatandır. Amma Salahın özündən də bir neçə söz demək istəyirəm. Salah sözün həqiqi mənasında bu mövsüm ötən mövsümə nisbətən çox bərbad bir mövsüm keçirir. Salahın əslində nə qədər elitar oyunçu olmağını və eyni zamanda nə qədər ciddi şəkildə bu mövsüm düşdüyünü göstərmək üçün sadəcə olaraq bu cədvələ baxmağımız kifayət edir. Bu Salahın Liverpoola qoşulduqdan sonra gözlənilən qol və gözlənilən qol paslarıdır. Adam sadəcə bir mövsümdə öz standartlarının aşağısında olmuşdu. Bu da Jürgen Klopp'un sonuncu mövsümündə idi, hansında ki Liverpool çox xarici futbol oynayırdı. Amma bu mövsüm, baxın, Salah gözlənilən qollara görə 29-cu, gözlənilən qol paslarına görə isə 14-cü yerdədir. Yəni adam inanılmaz bir downgrade-ə gedib, yəni inanılmaz bir enişdədir. Düzdür, onu da demək lazımdır ki, mövsüm hələ təzədir, mövsümün 1/3 hardasa bitib. Bu o biri metriklər isə bütün mövsüm boyu idi. Lakin başqa bir göstəricini mən sizə göstərmək istəyirəm. Bu nədir? Ötən mövsümlə müqayisədə bu mövsümdə meydanın hansı hissəsində Salah daha çox vaxt keçirir, hansı hissəsində daha az vaxt keçirir. Gördüyümüz kimi Salah əlbəttə ki, ən effektiv, ən kəsərli olduğu sağ cinah wingeri mövqeyində, yəni baxın bu zonada və bu zonada ciddi şəkildə minusa gedib. Bunun səbəblərini demişik Liverpool videosunda. Əsas səbəbi həmin cinahdan ona kömək edən Trent Arnold-Alexander'ın olmamasıdır. Ona əvəz olan Conor Bradley müdafiə planıdır. Szoboszlai hardasa yaradıcılıqda Arnold'a oxşasa da müdafiə planında problem var və eyni zamanda əlbəttə ki 10 nömrə olan Szoboszlai ötən mövsümdə sağ yarımcınaha yıxılaraq Salah üçün 3-ə 3 epizodlar yaratmağa cəhd edirdi Trentlə birlikdə. Bu mövsüm isə Szoboszlai öz mövqeyindən başqa hər yerdə oynayır belə baxanda və əlbəttə ki son bir məsələ Liverpoolun sağ cinahında kimin oynamasıdır. Sol cinahda mənim təxminim odur ki, əgər Liverpool intihar etmək istəmirsə və ya Slot artıq qazandığı pulları gedib hava yollarında xərcləmək istəmirsə, istirahətə getməklə orada Kerkeş oynamayacaq, əgər Andy Robertson zədələnməsə. Amma sağ cinahda Szoboszlai'nin oynaması bir tərəfdən ən məntiqidir. Amma bu baş verəcək təqdirdə də Szoboszlai'nin müdafiəçilərə məxsus olan, cinah müdafiəçilərinə məxsus olan müdafiə planlı özəllikləri yoxdur. Üstəlik onun sürəti o qədər də böyük deyil və həmin cinahda bir saniyə düşünək, Vinicius olacaq. Galatasaray Liverpool oyunun birinci hissəsini xatırlamaq kifayətdir ki, biz xatırlayaq ki, Barış Alper necə Szoboszlai'ni meydanda sürüdü. Orada bir penalti, gol plus 2 dərəcədə çox təhlükəli epizod Liverpoolun qapısına gəldi. Ona görə ən əsas suallardan biri Liverpoolun hansı oyunu oynayacağıdır. Liverpool Jamie Carragher'in də bir sözü var, hansı ki çox populyar olub analitik dünyada. Liverpool basketbol oyunu oynayır və bu əslində Slot'un oyun fəlsəfəsinə tam ziddir. Mən o demək istəyirəm ki, biz Liverpool ilə bağlı ayrıca video edəcəyik millilərin pauzasında və orada izah etməyə çalışacaq ki, bu Kloppun bagajı ötən mövsüm boş söhbətdir. Hər hansı bir Kloppun bagajından söhbət getmir. Bütün oyun komponentlərində Liverpool fərqli idi. Əksinə Kloppa məxsus olan bir xüsusiyyət idi ki, Liverpool basketbol oynasın. Amma basketbol oyunun özəlliyi də nədən ibarətdir ki, sən çox epizod yaradırsan rəqib qapısında, eyni zamanda öz qapında da çox epizod verirsən və Realın nə qədər hamar hücum taktikasının olduğunu nəzərə alaraq Liverpoolu o dəfələrlə cəzalandıracaq. Liverpool çox ciddi çempionat olan İngiltərə Premyer Liqasında bundan əziyyət çəkirsə, Real Madrid dünyanın ən elitar klublarından biridir
Yəni rəqib qapısında komanda çox epizod yarada bilər, bəxti götürsə onların bir neçəsini realizə edə bilər. Lakin öz qapısında Liverpool daima eksploatasiya və təhlükəli epizod verməyə meylli olacaq. İlk qolu buraxacağı təqdirdə, hətta Aston Villanı məğlub etsə belə, bu fakt dəyişmir ki, Liverpool son 7 maçın 6-sında məğlub olub. Yəni Aston Villa ilə uğurlu nəticə olacaq 8 oyunda 6 məğlubiyyət. Yenə də oyunların sən 4-də 3-ündə məğlub olmusan. Ona görə də Liverpoolun həm build-up'ında, həm topsuz oyununda, həm əsas heyətdə baş verən xaos onu düşünməyə vadar edir ki, Real bu maçı belə bir növ Barcelona ilə olduğu kimi çox effektiv şəkildə idarə edərək maçı qazanacaq. Qoy sizi Barcelona ilə oyunun hesabı aldatmasın. Oyun 2-1 olsa da baxın XG-nin dilində Real Madrid arasında 3.5 qolluq. Yəni hardasa 2 top fərqi ilə qazana bilərdi həmin oyunu. Bu dəfə Anfield olacaq, amma Anfield'ın bir növ X faktor elementi Real üçün problem deyil. Real Madrid Anfield'də bir neçə mövsüm öncə 5 hesabı ilə Liverpoolu 2-0-dan gəlib darmadağın etmişdi. Üstəlik Liverpool bu mövsüm artıq öz meydanında ən böyük düşməni olan Manchester United uduzub və ən çətin komandalarından biri olan Crystal Palace ikinci heyətlər olsa yenə də uduzub. Yəni Anfield'ın o məğlub edilməzlik aurası falan yoxdur. Biz bunu PSG-nin dilində də görmüşdük. Sizin fikrincə Real Madrid ötən mövsümdəki məğlubiyyətinin qisasını alacaq, yoxsa Liverpool bu maçda müsbət nəticə əldə etməklə bir qədər öz situasiyasını bərpa etmiş olacaq? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Əlbəttə ki, videonu bəyəndinizsə like edin və kanalımıza abunə olun ki, videolarımızı qaçırmayasınız.